Bir də Kəmal xanım, ümumiyyətlə elə mövzu gəlir ki, Allahdan ancaq istəməklə gəlir. İstəmədən söhbət elə. Vacibdirmi hər şey istəyəsən? Məsəl üçün otur söhbət elə, dərdini böl, sevincini böl. Bəli. Bu gün yaşadığın, nə bilim, həyatı böl. Vacib deyil ki, nəsə istəyəsən. Bəs istəməkdən gəlir axı travması və çakraları bağlı olan insan dərhal o səviyyəyə qalxa bilmir axı. Dirənclər var axı. O birinci Allahdan şəfa istəyir. İstə o şəfanı. Səndən heç kim heç nə bağlamayacaq. Şəfanı istə. Belə deyim, problemlərdən arınmağı istə. Zaten Allah da deyib məndən istə. Məndən istə, gəl məndən istə. Məndən istə, vasitəçi istə. Denən ya Rəbbim, mənim qabıma yaxşı bir insan çıxar. Mən uşaqlarımı dünyaya gətirəndə havadan olmadı ki. Həkim gəldi, məni operasiya elədi. O vasitəçi oldu, uşaq dünyaya. Amma mən onu kimdən istədim? Mən onu Allahdan istədim. O mənim qabağıma onu göndərdi. Bax, insanlarda da budur. Birinci istəyirsən, sonra o səviyyəyə çatdıqdan sonra ki, sən artıq onu hiss eləyirsən. Çünki Allahdan istəmək onu hiss eləmək demək deyil. Sən onu hiss elədikdən sonra sən oturursan axşamlar onunla söhbət edirsən. Deyirsən, bax, günüm bugün belə keçdi. Belə oldu, belə oldu, belə oldu. Dost kimi. Sən onu dəhşət uzaq özünə görmürsən, onu özünə yaxın görürsən. Bax, missiya da budur. Missiyanı tapandan sonra sən 7-24 şükür içində olursan. Bax, sıxıldın, darıxdın, yoruldun, gedirsən öz xoş sevdiyin işlə məşğul olursan və sənə həvəs gəlir. Bir də güc gəlir ki, yəni insan yaşamaq üçün bir nəsə var da onu dolduracaq, depolayacaq.